İzah verəcəm. Ya da qalanlar yatacaq, bilmirəm, hamı gedir. Yəqin Zəhra da deyir, dərsim var, gedirəm. Gənclər, burada əslində biz görməsək də burada bir cədvəl var. Yəni orijinalda belə bir cədvəl mövcuddur. Deyir ki, burada nədən istifadə edir? Özü zaten diaqram yazıb, düstur yazıb. Bir də bu cədvəl üçü bir yerdə. Hardadır? Diaqram, düstur, cədvəl. Diaqram, düstur, cədvəl. B variantı. İkinci sual. İkinci sualda müxtəlif şeylər var. Bütün elə bir iki versiyalara biz baxmalıyıq. Bax, n əgər 6-dan böyükdürsə, bura işləyirsə, bu şərt işləyirsə, A-nı çap edəcək. Bir dənə A burada çap olunacaq. 5-ə bölünüb, üstünə bir gəlinə 4 eləyəcək. Onda şərt if doğru olanda 3-ü vuracaq A-ya, 3 dənə A, bir də plus burada 4 dənə A. Sonra 6 dənə də A, təzədən bu ifdə işləsə, 6 dənə də A burada olacaq. Ümumi eləyəcək 11 dənə A. Bax, digərləri işləməyəcək. İndi bunu keçirik digər versiyasına. Hansı versiyasına? Bu şərt ödəsin. Bax, deməli burada ilkində tapdıq, birincidə 11 dənə. Düzdür. Keçirəm ikinci şərtdə. İkinci şərtdə bu şərt ödəsin, bu şərt də ödəsin. Amma bu şərt ödəməsin, keçsin Elsiya, bu versiyanı yoxlayaq. Bura qədər neçə aydır? Bir dənə A buradaydı, sonra 4 dənə A buradaydı. Bu şərt ödəməyib. Bura keçəndə 5 dənə də A burada olacaq. Ümumi elədi 10 dənə. Amma mənə deyir ki, A-nın simvolların sayı çox olan axtar. Deməli, birinci tapdığım şərtdə A-nın simvollarının sayı daha çoxdur deyəm. Bunu ixtisar elədim. Bunu götürmürük. Keçid edirəm digərinə. Deməli, burada artıq yoxlaya biləcəyim bir şərt yoxdur. Onda deyirəm ki, bu şərt səhvdirsə, avtomatik olaraq elifə keçsin. Bir dənə A burada var zaten. Elifə keçəndə 8 dənə də A burada olacaq. Bu elif ödəyəndə. Bir dənə ilə də 8 dənə. Üçüncü versiyamızda 9 dənə A olacaq. Bir dənə A burada, 8 dənə də A burada. Bu da 11-dən kiçikdir deyən bu versiyanı da silirəm. Dördüncü versiyamızda bura Elsiyə düşəcək. Yəni elif şərti ödənməli, birbaşa Elsiyə düşdük. Elsiyə düşəndə 5 dənə A burada olacaq. Bir dənə buradaydı, 5 dənə A burada, 3 dənə də burada. 9 ailədir burada da. Deməli, bu da 11-dən kiçik deyən bu versiyanı da sildim. Burada artıq yoxlaya biləcəyim heç bir versiya yoxdur deyən, bir dənə də bunu yoxlayıram. Bu şərt ödənmədiyi halda ümumiyyətlə Elsiyə keçəcək. Burada da 10 dənə o 10 dənə olacaq A. A-nı ona vuracaq. Deməli bizim ödəyəcək hissəmiz, yəni kodumuz bu qədər böyük kodumuz kiçildi oldu bura. Ancaq bu hissə ilə işləyəcəyik biz. Yəni ancaq bizə lazım olan hissəsi hansı oldu? Şərtlərin hamısının ödəndiyi hissə. Deməli, mən buradan artıq ədədimi axtarıram. Ədədim 6-dan böyük olmalıdır. Ədədimi 5-ə böləndə qalıq 3 olmalıdır ki, üstünə bir gələndə 4 olsun. Qalıq 3 olmalıdır. Eyni zamanda mənim həmin ədədim bölünməlidir nəyə? 3-ə. 5-ə bölünəndə qalıq 3 ola biləcək ən kiçik ədədim, ən kiçik ədədim. Bax, məsələn, 5-ə bölünəndə qalıq 3 olan 8 ola bilərdi, amma 8 3-ə bölünmür. Sonra ondan sonra gəlir 5-ə bölünür 15. 15-in də üstünə 3 gələndə 18. 18 burada endi ödəyə bilər. 18 3-ə bölünür, hə. 18-i aldıq ən kiçik ədəd. Prosta burada da 100-ə tam bölüb 100-ə də vururam. Eləyəcək 1800. Bitdi. Üçüncü sualda nə deyir? Üçüncü sual rahat sualdır. Diaqram sualımızdır. Deyir ki, buna baxdıqda 40%, 40%. Bu iki dənə 40%-i bir-birinə bərabərləşdirə bilərəm. Bilirik ki, bura A2-dir, bura A2-dir, 3-dür, 5-dir. Bu nədir bu? B2-dir, B2 götürək, A2, B2 götürək. Burada C2-dir. Bu ikisini bir-birinə bərabərləşdirə bilərəm. İndi gətirirəm bura. 2 vurulsun B1, B1 yoxdur, X. Üstə gəlsin A1, 20. Bu oldu A2-nin qiyməti. B2-nin qiyməti nədir? 3 vurulsun S1, S1 nədir? 10, 30. Üstünə gəlsin A1, 30-un üstünə də 20 gələndə 40. Burada oldu 20 gəl 30 üstünə 20 gəldi 40 eləyir uşaqlar 50. Burada oldu 50. 2 dənə 40% bir-birinə birləşdirə bilərəm deyə bizə verəcək nə? 50. 2x bərabərdir 15, 30. X də bərabərdir 15. Bizdən də x-i soruşur da, düzdür? Yoxsa nəyi soruşur? Hə, bunu deyir hesabla. A1-i 20 üstə gəlinsin 15, üstə gəlinsin 10, bölünsün 5. Bərabərdir nəyə?
30, 45. 45-i də 5-ə bölün neçə düşəcək? Gənclər. Neçə elədi? 9 elədi. Yəni yazmısınız. Ay şey eləmirəm mən. Dördüncü sualımız rahat sualdır. Biz bunu tez-tez işləyirik. Onluq say sistemindəki verilmiş ədəd. İkilik say sisteminə gətirəndə nə yazacaq ay millət? 2 üstü 3 üstü 16. 3-ü də 16-ya vuranda neçə eləyir? Hə, neçə? 48. Ay sağ ol 48. Ay gediblər. Ayşən, heç olmazsa sən vurdun. Bir dənə 1, arxasınca 48 dənə 0 eləmir. Neçə rəqəmli ədəddir? 49 rəqəmli ədəddir. Zəhra da buradaymış. 49 rəqəmli ədəddir. Bunların fiskası yoxdur. 49 rəqəmli ədəddir. Bizim 49 dənə bitimiz var. Bunu bitdən də bayta keçirəndə 8-ə bölürük. Bu da bizə tamam düşür, amma da böyük olan götürürük də. Siz axı bunu 8-8 böləcək. Orada bitiniz qalsa da qabağına sıfırlar atıb baytı tamamlayırıq axı normalda. Düz deyil. Bu da eləyəcək 6 tam nə qədər? 7 bayt. Səbəb bildiniz nədir? Biz bir dənə bir çoxlu sıfırlar olsun. Tutaq ki da 1, 2, 3, 4 deməli 1, 2, 3, 4, 5, 6, 7, 8 1, 2, 3, 4, 5, 6, 7, 8 Belə bir ki bunları 8, 8 elədik. Bu 1 bayt olsun. Tutaq ki bu da 8 day saymıram. Bu 1 bayt olur. Burada 2 bit alsa da bu 8-ə tamamlamaq üçün yəni bir rəqəm belə qalsa 8-ə tamamlamaq üçün qarşısına sıfırlar atırıq da. Yəni burada 1 bayt eləyəcək bizim üçün. Ona görə 7 bayt götürdük. Beşinci sual. Əslində bu sual hansısa kitabın sualıdır, amma yadıma düşmür ki, bu sualı mən harada görmüşəm. Amma bu sual olub yəni. Harada görmüşsün Ayşən? Hə, demin hansısa sınav, məncə də hansısa sınavın sualıdır. Bu sualı biz işləmişik. Neynir ədəd daxil edir? Daxil etdikdən sonra tək ədədləri götürür. Tək ədədlərin 30%-ni neynir? Cəmləyir. Saymır, bir getdi, bir versiyası, bir dənəymiş. 2 doğrudur. Mütləq ikili olan cavablarımız doğrudur. Tək ədəd hasili 5 ümumiyyətlə səhvdir. Zaten 5-ə çıxmışıq. Ya 3 ya 4. Bunları üzrə baxırıq, burada 4 doğru olacaq. 3 dənə ədəd daxil edəcək. N bax burada 3-ü götürmür ha. N say olaraq 3-ü daxil edəcək. 0-dan 3-ə qədər 11, 4-ü və 5-i daxil edəcək. 11 ilə də 5-in 30%-ni toplayacaq. Bu da eləyəcək 4.8. Yəni biz 3-ü götürmürük və yaxud da ki burada hesablayanda 5-i götürmürük. 5 saydır. Artısıl olaraq nəyisə daxil ediriksə, N səndən burada qiymət istəyir. Sən avtomatik olaraq 5-i daxil etməlisən ki, sonra siyahıya bu ədədləri daxil edəsən. Yadınızda saxlayın. İlk gələn ardıcıl daxil edilir. 6-da nə deyir? Deyir for i in a. İ gedir A-dan qiymətlər götürür. Görün nə deyir aşağıda. Deyir əgər həmin i A-ya bərabərsə K-nın üstünə 1 gəl. Bax, birinci bərabər deyil, ikinci bərabərdir. K oldu neçə? 1. Amma bu 1-i neyniyəcək? B bərabərdir. Dırnaqdakı 1-in üstünə gələcək. B də boş sətirdir. Sonra gedəcək, bir də burada A-nı görəcək. K olacaq 2. Yenə neyniyəcək? B bərabərdir. 2 üstə gəlsin B-nin qiyməti nədir? 1. Bu da eləyəcək 21. Sonra bax bir dənə A-nı götürdü 2. Bu üçüncü A-nı götürəcək. K olacaq 3. Sonra B bərabərdir. Dırnaqda 3. S deyirə çevirdi. Üstə gəlsin 21. Bu da eləyəcək 321 yan-yana yazılır axı. Düzdür. B-ni gəlir də üstünə. Hə. Düz baxdıqmı? Düz baxırıq gənclər. Sonra 4-ü götürəcək. 4-ü. K olacaq. Bu zaman bir də burada görəcək də A-nı. K olacaq 4. Bu da eləyəcək 4, 3, 2, 1. Sonra K olacaq 5-i də götürəcək. Bu da eləyəcək 5, 4, 3, 2, 1. 5, 4, 3, 2, 1 var cavablar. Yoxdur ki, var. A var yəni.
7-ci suala baxırıq. IQ ünvanı deyir, müəyyən edin. İkili say sistemində ən kiçik 8 rəqəmli ədəd. Bir dənə 1, arxasınca 7 dənə 0, 3, 4, 5, 6. İkilikdə. Biz bunu normal ədədə çevirəndə onluğa 0, 1, 2, 3, 4, 5, 0, 1, 2, 3, 4, 5, 6. Neçə rəqəm? 8 rəqəmli ədədləri. Bir dənə də 0 yazmalıyıq uşaqlar. 6, 7. Şimdi bu elədi 128. 128 ilə başlamalıyıq deyən digərlərini çıxdım. Özümü yormaq istəmirəm. İmtahanda da vaxtım yoxdur deyən. Sonuncu ədədlərə baxıram 255-dir. Deməli 4-ü yoxlamıram. 4-dən əvvəlki yoxlasam bəs eləyir, ya da ki 2-ni də yoxlasam bəs eləyir. Fərqi yoxdur. İstəyirsiniz 2-ni yoxlayın. Bayaq uşaqlar 2-ni bilmək istəyirdilər. Bu deyəsən çox rahatdır üçüncü. 2-də deyir ki, ikili say sistemi yazılışında sıfırların sayı 4 olan ən kiçik 8 rəqəmlədir. Biz sıfırla başlaya bilmərik, 1 ilə başlayırıq. Ən kiçik dediyinə görə 1-dən sonra sıfırları yazıram. 1, 2, 3, 4. Bir sıfırların sayı 4 olan. 8 rəqəmli dediyinə görə 5 dənəsi hazırdır. 6, 7 və 8. İkilikdən yenə onluğa qaytarırıq. 0, 1, 2, 3, 4, 5, 6, 7. 128 üstə gəlinsin, 4 üstə gəlsin, 2 üstə gəlsin 1. O da elədi neçə? Üstünə 7 gələdə 128-in 134. 134 yoxsa 135? 135. 135. 135 olan üçüncü hansıdır? Deyil, B variantı. 8-in İkincini yoxlamışdıq. ikincini yoxlamışdıq. Sorry. Y variantı. İkincini yoxlamışıq. 8-ci. Bax, 8-ci sualla bağlı qaydalarımız var. Ümid edirəm ki, xatırlayırsınız. Hər dəfə deyirik. Təpənin kvadratı bizə verir 0 və 1-in sayı. Mənim 8 dənə təpəm var. 8. 8-in kvadratı verəcək 64. Ümumi 64 dənə ədədim var. Yəni 64 dənə 0 və 1-im var. Burada til yoxdur. Bax, keçən dəfə 2025-də yazdıq. Yoxsa OTK-da. OTK-da tilləri idi. Tilləri vururduq 2-yə. Amma burada göz və ilgək var. Bilirsiniz ki, ilgəkdə birlərin sayını tapanda 1-ə vururduq. Bizə verirdi birlərin sayı. Gövsdə də, OTK-da, gövsdə də 1-ə vururduq, alırdıq birlərin sayı. Neçə dənə gövsümüz var? 2, 3, 4, 5, 6, 7, 8. 8-i 1-ə vurdum. 8 dənə 1 burada. Tillərin də sayı 8 dənədir. 8-i ümumi elədi 16 dənə 1. 64-dən çıxıram 16-nı, alıram 48. Mənim ümumi 48 dənə sıfırım var. Bundan bağlı bir problemimiz var. Yoxdur, yəqin ki. Sonra bizə deyir ki, amma gör nə deyir? Deyir ki, matrisdə birlərin sayı ən çox olan sətirdəki sıfırların sayı. Gənclər, bunun rahat yolu da var, amma istəyirəm ki, başa düşəsiniz. Məsələn, bu A-dır, B-dir, C, D, Y, F, C, H. Bunu özüm üçün yazıram. Y, F, C, H. A, B, C, D, C, C, Y, A, B, C, D, Y, F, C, H. Bax, diqqət eləsəz. A-dan 3 dənə yol çıxıb. Yəni, A-da neçə dənə bir var? Çıxanlara bir yazırıq da. A-dan A-ya yol var, A-dan B-yə yol var, A-dan H-a yol var. Digərlərinə sıfırdır. Amma B-yə baxın. B-dən B-yə yol var. Biz çıxışlara bir yazırıq, girişlərə yaza bilmirik. B-dən başqa heç bir yerə yol yoxdur. Sonra eyni qaydada C-yə baxın. C-də də C-dən B-yə yol var, C-dən C-yə yol var, bir də C-dən D-yə yol var. Digərləri sıfırdır. Diqqət eləsəz, bax, çıxanların hamısının bir A-dır, bir C-dir, bir Y-dir. Bir də ki, burada nə idi? F, C-də. Bunlarda birlərin hamısında 3 dənə 1 var. Yəni, ən çox 1 olanlar bunlar. Hamısında 3 dənə 1 olduğuna görə hamısını götürürük. Ən çox olan birlərin
Sayı buydu, buydu. Burada neçədən ən çox olan sətirdə, birlərin sayı ən çox olan sətirdə neçə dənə sıfır var? 1, 2, 3, 4, 5. A-da 5 dənə sıfır var. C-də 5 dənə sıfır var. Sonra dedik hansında birlərin sayı çoxdur? Y-də. Y-də də 5 dənə sıfır olacaq. 3 dənə 1, 5 dənə sıfır. Sıfırları ona görə götürürəm ki, bizə lazımdır birlərin sayı çox olan sətirdə sıfırların sayı. Bir də C-də 5 dənə sıfır var ay uşaqlar. Da bunu hamısını yazsaydım orada da görün. Ümumi sıfırların sayı burada ən çox olan sıfırların sayı oldu 20. Sətir əgər burada hansısa bir sətirdə birlərin sayı 4 olsaydı, sətirdə. Elə mən o 4 dənə olacaqdı, 4 dənə sıfır götürəcəkdim. Amma burada hamısında 3 dənə, hamısında 3 olduğuna görə məcburam 3-lərin hamısını götürəm. Heç nə 48-dən də çıxacağım 20-ni. Deyir ki, birlərin sayı çox olan sətirdəki sıfırların sayından çox ümumi sıfırların sayı 28. Anlaşa bildik? Bəli. Tamam. 9-a baxaq. Bir ki, Vaqif fotokamera ilə çəkdiyi şəkillərin hər biri bu ölçüyə malikdir. Gəl bu Vaqifin həcm bərabərdir. A vurulsun, B vurulsun, N düsturu ilə baxaq görək bu nə qədərdir? 211 vurulsun 210, vurulsun 24 bit. Cavabı deyəsən nə qədər kilobayt qənaət etdiyini istədiyinə görə kilobayta çevirirəm. Bölürəm 213-ə. Bura neçə eləyəcək? Deməli 17 düzdür. Burada qaldı 3. 24'ü də 3 vurulsun 8 kimi yaza bilərik. Burada da qaldı 8. 8'lər getdi. 2048'i də vuraram 3'ə. Orada nə qədər az deyir deyən 6144. Sonra nə deyir? Deyir ki, o təsviri şəbəkə ilə ötürülməmişdən əvvəl qrafik redaktor fotoşəkillərin hündürlüyü və enini 2 dəfə azaldıb. 2048'i 2 dəfə azaldanda nə olacaq ay gənclər? 1024. 1024'ü 2 dəfə azaldan nə olacaq? 512 oldu nöqtələrimiz var. Rəng çaları isə 256 dəfə azaldılıb. Yəni 224'ü 256 dəfə azaldıb. 24'dən 8 çıxan hissəsi qalır 16'dan. Oldu 216. Bur 16. Bunu da kilobayta çevirək. Bölürük 213'ə. Burada da qaldı 1024 kilobayt. Deyir ki, bu ümumi 100 şəkil üçün istəyir. Amma mənə lazımdır ki, bir şəkillər arasında fərq nə qədərdir? 6144'dən çıxıram 1024'ü. Görüm nə qədər qənaət eləyib bu 2 dəfə azaldanda. 1024'ün çıxan neçəsi qalacaq? 5120. 100 dənə şəkildə nə qədər qənaət eləyəcək? Bir dənə də vuracam 100'ə. Eləcək A variantı. Evet. Belə. Anlaşabildik? Sıkıyorum. O zaman devam ediyoruz. 10. sualda maraqlı sualdır. Əslində bu sualların hamısını belə çox-çox dövrə girib çıxmağa ehtiyac yoxdur. Bir-iki dənə dövr getdikdən sonra hər şey aydın olur. Bax, A-da, A siyahısında 1 və 2 var. Gör nə deyir? 2-dən 10'a qədər davam edəcək. Yəni, i alacaq 2-ni, 3-ü, 4-ü, 5-i, 6-nı, 7-ni, 8-i və 9-u. Deyir i 2-ni alacaq. 2-dən ikisini çıxanda nə qalacaq? Bax, bura baxırıq. 0. A-nın 0-cı elementi üstünə gəlsin. 2-dən 1-in çıxanda nə qalacaq? 1. A-nın 1-ci elementi. Və üstünə də bunun 1 gəlirsin. A-nın 0-cı elementi nədir bizdə? 1. 1-ci elementi nədir? 2. Üstünə də 1 gəlin neçə eləyəcək? 4. Deyir, əlavə et A-ya. Appenti görürsünüz də, əlavə etdim bura. i alacaq 3 qiymətim. Bu i 2-də işlədi. Bax, çox getmirəm. Mən azı 2 dəfə dövrən girəndə görüm nə iş görür bu. Yenə deyir ki, 1 üstə gəlinsin. A-nın 3-dən 1-in çıxanı, 2-sinin çıxanı nə qalacaq?
1. A'nın birinci elementi 3'ten 1 çıxan nə qalacaq? 2. A'nın birinci elementi üstə gəlinsin ikinci elementi plusdan da 1 artacaq. Birinci elementi 2'dir, ikinci elementi 4'dür, 6, üstünə 1 gələndə 7. Deməli, hər dəfə bu x-in toplayır və yaxud da ki, bunu bu x-in toplayırdı və üzərinə 1 gəlib yazırdı. Biz bunu neçə dəfə davam etdirməliyik? 1, 2, 3, 4, 5, 6, 7, 8. X-in yazmışam. 4 ilə 7-ni toplayıram. 11, 1 artırdım 12. Üçüncünü yazdım. 7 ilə 12'ni toplayıram. Neçə eləyəcək? 19. 1 artırdım 20. 32, 1 artırdım 33. 53, 1 artırdım 54. Görək 8'dən oldu. 1, 2, 3, 4, 5, 6. Hələ ikisini də yazacağım. 33 ilə 54'ü topladım. Neçə elədi? 87, 1 artırdıq 88. 88 ilə də 54'ü topladıq. 142, 1 artırdıq 143. Bu oldu bizim siyahımız. Tabii oxşu getmədim də. Bildiniz necə çıxartdıq? 2 dəfə dövrə girdik, aldıq. Sonra nədir? 5 dəfə də bura davam edəcək. İ alacaq 0-ı, 1-i, 2-ni, 3-ü və 4-ü. Bir A'nın 9-cu elementdən çıx, İ alıb ilk dəfə 0-ı da. 0-ı 9. Bərabərdir A'nın 0-cı elementinin üstünə gəl 1-i. Bu bilirsiniz də replace elə bil ki, əvəz edir. A'nın 9-cu elementi hardadır? 3, 4, 5, 6, 7, 8, 9-cu elementi 143'dür. Bir 9-cu elementin əlavə elə, 0-cı elementin üstünə 1 gəl. 0-cı elementi 1'dir, üstünə 1 gələndə 2. Əvəzlədi 2-ni. Ay gənclər, elə 1 və 2 ilə bitən də bir variantımız var. Burada əslində misal dayandıra bilərsiniz siz test işləyəndə. Bitdi. Və biz davam edək. Sonra İ aldı 1'i. Yenə deyir ki, A'nın 9'dan çıx 1'i. 9'dan 1'i çıxan nə qalacaq? 8. A'nın 8-ci elementi bərabərdir. A'nın ininci elementi 1. Birinci elementin üstünə gəl 1. Görə bilirsiniz, yəni 2'nin üstünə gələcək 1'i 3. Burada yazacaq 3'ü. Burada işləməlidir neçə dəfə? X seçdik, 3 dənəsi də işləməlidir. Deməli, bu dəfə 4'ün üstünə gələcək 1. 5 eləyəcək. 7'nin üstünə gələcək 1. 8 eləyəcək. Bir dənə də 20 işləməlidir. 12'nin üstünə 1 gələcək. 13. Belə. Anlaşa bildik? Bəli. Verilənlər bazası ilə bilirəm ki, bizə hədiyyə olan sualdır. Ümid edirəm bunu heç kim səhv yazmaz. Çünki rahat sual tipləridir. Soyadı M olan. Soyadı M-lə başlayan. M oldusa, yəni M-dən sonra hansı hərf gəlir, gəlsin. Ay gənclər, olar ki, mən bunu 1, 2, 3, 4, 5, 6 deyən işarəliyim. Çünki belə şey deyə bilməyəcəm. M-lə başlayan 1'dir, 3'dür, bir də ki 6'dır. And, bilirsiniz də, burada da normalda gəlir not, and, sonra da or edirik. Prosto not burada option mörtəziyə təsir edir deyin, ondan sonra baxacaq. Stajı 23'dən kiçik olanlar. Stajı 23'dən kiçik olanlar 2, sonra 3, 4, 5, 6. Kəsişmə bizə ortaqları verir. Bura nə verəcək bizə ancaq? 3, 6'nı. Or, adı S-lə başlayanlar. Adı S-lə başlayan. Adı S-lə başlayan cəmi 4'dür. Bu da verəcək 3, 6, 4. Amma görün burada nə deyir? Normalda not olmasaydı cavabımız 3, 6, 4 olacaq. Amma not olduğuna görə deyir 3, 6 və 4'dən başqa yerdə qalanları götür. Yəni cavab olacaq. İşləmədi. Hə. Cavab olacaq 1, 2 və 5. Yazı da sətir demək də haqsizdir. Neçə dənə yazı ödəyir? 3 dənə yazı deyə variant. 12. Ya istirahət mərkəzində Əli, Kənan, deməli, Əli, Kənan, Fariz, Əziz.
7, 8, 9 oxuyurlar və onlar müxtəlif qruplarda iştirak edirlər yarışlarda. Deyir, Əzizdən 4-cü qrupu seçən Əzizdən yuxarı sinifdə oxuyur. 1, 2, 3, 4. Əziz 4-cü qrupu seçməyib uşaqlar. Əli Farizdən yuxarı sinifdə 3-cü qrupu seçən isə Əlidən yuxarıda oxuyur. Deməli, Əli də 3-cü qrupu seçməyib. Bazar günü Əli 4-cü qrupu seçənlə balıq tutmağa getdi. Onda Əli 4-cü qrupu da seçməyib. Həmin vaxtda, eyni vaxtda Əziz 2-ci qrupu seçənlə gedir. Deməli, eyni vaxtda Əzizdə 2 deyil, Əli avtomatik 1-dir, Əziz 3-dür. Əlinin 1 olduğu, Əzizin 3 olduğu versiya var? Var. Y variantı. 13-cü sual maraqlı sualdır. Sonrası qapalıları bitirək, açıqlar qalar. 64 simvollu əlifbadan əlifbanın gücü 2 olana qədər davam edir. Ay gənclər, 64 simvollu əlifbada bizim bir simvolumuz yaddaşda neçə bit yer tutur? 5. 6. Ha, 6, 6. Bu bir-bir azalır. 63-də neçə bit yer tutur bir simvol əlifba? Orada da 6 bit yer tutur. Düzdür? Bəli. 62-də də 6. Bu belə-belə uzadıb gedə bilərik. Amma da bunu bu qədər uzun yazmıram. 6 bit hara qədər tutur? 33-ə qədər 6 bit yer tutmurmu? Bəli, 32-dən 5 tutur. Ay sağ ol. 64-dən 32-yə qədər neçə dənə əlifbamız var? 64-dən 33 3 daxil olmaqla. Həm 64 həm 33 daxil olmaqla. 32 dənə. Düzdür? 32 dənə 6 bitlər yazmıram da. 6 bit vurulsun 32 yaza bilərəm. Simvol sayını da bilmirəm nə qədərdir x-dir. Sonra 32-dən 17-yə qədər də neçə bit yer tutur? 5. Ay sağ ol. 5 bit də bura yer tutur. Neçə dənə əlifbamız var? 32, 31, 17. Burada da 16 dənə əlifbamız var. Burada da simvol sayı bilmirəm nə qədərdir x-dir. Düzdür filan? Bəli. Sonra keçirəm 16-dan düşürəm. Bax 16-dan düşdüm. Neçəyə qədər? 9-a qədər də 4 bit yer tutur. Düzdür? Bəli. Neçə dənə əlifbamız var 16-dan 9-a qədər? 8 dənə də düzdür? 16-dan Bəli. 9-un çıxıb üstünə bir gəlir. 8. Və neçə dənə simvolumuz var? X dənə. İndi davam edirəm. Ax, hələ 2 şeyə qədər gedəcəm. Ay. Sonra nə qaldı buradan? Hə. 8-dən 5-ə qədər. 5 daxil olmaqla yaddaşda Bəli. 3 bit yer tutacaq. Neçə dənə olacaq burada da? 4 dənə. 4 vurulsun x. 4 ilə 3 də yaddaşda 2 bit yer tutur. Düzdür? Bəli. 2 bit vurulsun 2 vur x. Sonuncu deyir əlifba gücü 2 olan əlifbanın gücü. Yəni əlifbanın gücü 2-dirsə bir simvolun yaddaşda tutduğu yer 1 bitdir də. Düzdür fidan? Bəli. Bunu da 2 götürürəm. Burada da 1 bit vurulsun neçə? Bura həm 2 həm də 1 aiddir da. Əlifbanın gücü 2 olan 1 də bura bitdir. Bəli. Yəni 2 rəqəm də burada oldu. Burada vurulsun x. İndi bunları burada yazıram. 6 bit vur 32 vur x. Üstə gəlsin. Elə bunu biraz birbaşa yazacağım. 5x vurulsun 16. Üstə gəlsin 4x vurulsun 8. Bunlar bitdi də bilirsiniz. Üstə gəlsin 3x vurulsun 4. Üstə gəlsin 2x vurulsun 2. Üstə gəlsin x vurulsun 2. Bir bit idi. Bərabər 321 bayt. Ay uşaqlar, buraları bit idi axı. Əslində baytı bitə çevirə bilərdim, amma çox böyük ədəd olur. Olar ki, buraların hamısını mən 8-ə bölüm. Bəli. 8-ə bölüb bitə çevirim də, düzdürmü? Bəli. Ay sağ ol. Onda bu 4 getdik sar. Bura elədi 24 bit. 24x. Düzdür? Sonra 10. Sonra 10x. 4x. 4x. 1 Bir tam anda 5x. 5x. 0 tam onda 5x.
Üstəgəlsin 0,25 x bərabərdir 321. Bura baytdır deyən, bayt olaraq qalır. Heç nə bunları toplayanda da 40 tam səhv etmirəmsə, indi dəqiq toplaya da bilərsiniz, əgər bir problem yoxdursa. 40 tam %25 edir. X bərabər 321. Hər iki tərəf bayt olduğuna görə bölə bilərəm də. 321-i də böləcəm. 40 tam %25-ə. Bu da eləyəcək 7,9, yəni x olacaq 8. Simvolların sayısı 7,9 simvolumuz yoxdur ki biz. 8. Anlaşa bildik? Bu maraqlı sual idi. Etiraf edək. Bu bacı qardaş da tapa bilirsiniz də ailə məsələləri. Ama ben burada soyadım fərqli aldım. Yani. Normalde soyadları eyni olmalı değil. Eyni olmalı. Nəyəsə səhv eləmisən. Bax. Dəmirli V.A.'nın bacısı. Dəmirli V.A.'nın əvvəlcə valideynini axtarmalıyam. Düzdür qızım? Bəli. 1040. Gedin görüm 1040 kimin uşağıdır? Kimin övladıdır bala bu? 1040 görüm kimin övladıdır? Valideyni kimdir? 1032. 1032. Bunun görüm neçədən övladı var? Bir övladı 1040'dır. Zaten 1040'ın bacısını axtarıram. İkinci övladı kimdir? 1202. Üçüncü övladı 1217. Başqa övladı var? Yoxdur. Gedirəm 1217-yə, 1202-yə baxın. 1202. 1202 qadındır. Mənə elə lazım idi qadın. Bax, bu qadındır bacısı. Yenə hər ehtimala qarşı 12-17-yə də baxıram, bu kişidir. Bu bacısıdır da, soyadını deyirsən, bəlkə evlənib, ay, bacısı 12-02-dir. Yəni, kimdir? Yusuf Sədə mı? Ha, bildim ben. Düz almıştım aslında. Ha. 15-ci sualda rahat sualda, 15-ə də baxırıq. Klasterin ölçüsü 8 kilobayt olan 45. 45 kilobaytlıq bizim mətnimiz 8 kilobayt, 8 kilobaytlıq qutuya yerləşdirirsə, neçə dənə əsinə ehtiyacımız var? Neçə klasterə ehtiyacımız olacaq 45-i yerləşdirmək üçün? Neçə dənə 8-ə ehtiyacımız var? 6 dənə ehtiyacımız var da, düzdür? Düzdür. Özümü təsdiq edeyim. 20 neçə nəfərdən 11 nəfər qalıb. Sonra bu 45-in üstünə gəlir bir dənə də 25. Elədi neçə? 70. 70 kilobaytı yerləşdirmək üçün neçə dənə 8-ə ehtiyacım var? 9 dənə. Mənə də soruşur, deyir ki, bu fail üçün çıxdı əlavə olaraq bir əlavə üstünə 25 gələn neçə klaster əlavə elədim? 3 dənə klaster əlavə elədim. Ən az 19-20-yə qədər rahat gedəcək. Ay. Gənclər, deyir ki, K dəyişəni 4 dənə qiymət çap etməlidir, çıxışa verməlidir. Yəni, ən azı 4 qiymət almalıdır da. Yəni, K mütləq ən minimum ala bilər, burada 5 qiyməti ki, bu işləsin. 5 qiyməti ala bilər deyən, bunu bu düsturla hesablamaq biraz adamı yoracaq, en vurulsun. Ona ki 4 və 3 onsuz sıradan çıxdı. Bir dənə 5-i yoxlayım, görüm 5-də alınır. Heç 5-də alınmayacaq, böyük ehtimal 6-da alınacaq. Bəyəs yoxladı. 2 dövr gedirəm. 2 dövrdə hər hansısa bir ədəd alınıramsa, başımı buraxıram gedir. Zaten bu yetim neçə dəfə işləyir? 4 dəfə işləyir. 4 dəfədə də 4 dənə ədəd almalıdır, çapa verilməlidir. İlk ədədi çapa vermirsə, buraxıram, gedib altını qoyacaq. İndi deyir ki, şərt doğrudur. Deyirəm, Deyir, n bərabər, n vurulsun n. 1-i 1-ə vurdu, 1, çıx, k üstə gəlinsin 1. 5 üstə gəlinsin 1. 1-dən 5-i çıxdınız, üstünə 1 gəldiniz, neçəsi qalacaq? -3. -3, ay sağ ol. -3. Deməli, 0-dan böyükdür, yox. İ alacaq 2-ni. Bu yenə gedəcək yuxarıda. Şərt doğrudur, Bax, burada artıq mən gedib altını qoyacağım. Yenə də hər ehtimala qarşı 2 dövr gedir.
4 dövr gedəcək. 4 dənə də çap eləməlidir. Dövrün biri gedib ortada ədəd yox. Ah, M-in qiyməti neçə oldu? -3. -3-ü -3-ə vuranda elədi neçə? 9. Müsbət 9. Ay sol. Çıxılsın 5. K-nın qiyməti dəyişməyib. Bax, üstə gəlsin 1. Neçə elədi? 5. 5. Bu 5-i burada çapa verəcək. Prosta i alacaq 3-ü 4-ü. Yəni biz bundan sonra çapa versə də 3 dənə də çapa vermiş olacaq da. Dövr cəmi 4 dəfə davam edəcək. Düzdür? Bəli. Bunu sıradan çıxarıram. Avtomatik 6-nı götürürəm. 6-da ödəyəcək. 6-da da birinci ödəməsə də digərləri ödəyəcək. Bax, n bərabərdir. 1-in yenə aldı -3-də, düzdür? Birincidə. -3 alırıq. K-nın qiyməti 6 olur axı burada. Neçə alırıq? Deməli, 1-i 1-ə vurdu. Aşağılar, n-1-dir, yoxsa 1-ə bərabərdir? 1-dir, 1. 1 çıxılsın, 6 üstə gəlsin 1. Bura bizə neçə verəcək? Mənfi 4. Ay, sağ. Şərt ödədi? Yox. İ aldı 2-ni. Amma bundan sonra ödəyəcək. 2-ni ödəyirsə, deməli, digərlərini də avtomatik ödəyəcək. Gəldi bura, şərt doğrudur, hə. N bərabərdir. 8 çıxılsın, 6 üstə gəlsin 1. Neçə eləyəcək? 3. 3. 4-ü 4-ə vuranda 8 eləyir. Aşağı 4 4-ə vuranda 8 olmuyor. Gecədir, görürsünüz. Elədi 11. 11-i çapa yollayacaq. İ3 olanda 11-in kvadratı 11 11-ə vuranda 121 eləyir. Avtomatik olaraq böyük olacaq. Onu da çap eləyəcək. İ4 olanda daha böyük ədəd. Elə 4 dənə ədəd 6-da da gedəcək. D variantı. Bəli. Deyir ki, burada biraz adamın yorucu bir şey var. Deyir ki, maksimum 13-ə qədər gedə bilərsən. Hər hərif özünə tutaq ki, deyir ki, B ikinci mövqedə yerləşmir uşaqlar. Birdən başlayır nömrə eləmək. Mütləq 2 dənə addım atmalıdır. Elə bir ki, B əvəz olunacaq D ilə. D 4-də yerləşirsə, 4-də. Özündən sonra 4 hərflə əvəz olunacaq. 1, 2, 3, 4. H-la. Oldu. Bizə də deyir ki, yeni alınan söz elə HRT-dir. Deməli, biz hansı ədəd götürməliyik? Özündən, məsələn, H-a qədər gəlməlidir, elə D. Görsün 4 var. Elə D ilə başladığına görə D-ni götürürəm, gedir. Sonra I. Neçənci mövqedə yerləşirsə, özü qədər gedəcək. O qədər irəli gedəcək. Oldu? Bəli. Yanlışları deyirsiniz. Çıxış, qurğulu ikili kod şəklində informasiyanı kompüterə daxil edir. O səhvdir, elə bir şeyimiz yoxdur. Ekranın şərqli və üfüqi nöqtələrin sayı çözümlüyü müəyyən edir, düzdür. Şırnaqlı printer çap zamanı kiçik mürəkkəb damcıları kağızı çiləmir, düzdür bu. Lazeri printer çap sürəti 1 saniyədə. Lazeri günümüzdə istifadə etdiyimizdə biz simvolların sayını eləyirik, yoxsa səhifələrin sayı? Uşaqlar, günümüzdə səhifəni eləyirsiniz, simvollar eləyirsiniz. Ey Nasir, gözün çıxmasın sən. Matrislərdədir simvolu. Günündə çapdan vərəqlər çıxır. Ay Nasir, vərəqlər. Sizin özdə məktəbiniz var. Vərəqlər çıxır. Paylaşacağım, çox bir şey deməyim. Vərəq, yəni nə? Səhifə çıxır. 4 də səhvdir. 1 səhv idi, 4 səhvdir. Monitorda 3 əsas. Mənim monitorda RGB 3 əsas rəng budur. Sarı bənövşəyi mavi deyirlər. Red, green, blue. Yəni yaşıl, mavi də mavi. 5 də səhvdir. 1, 3, 1, 4, 5. Ay, ay, ay. Yaman oxuyursunuz nəzəri. Gələn həftə nəzəriyyələrin təhvilini götürəcəm siz. Görüntünün mətnə nəzərən yerləşməsi sağdan, soldan, mərkəzdən. Burada bir dənə əlayn var, əlayn götürürük. Şəklin deyir mətnə nəzərən harda yerləşsin? Sağdan, soldan, mərkəzdən. 20 maraqlı sualdır. Gör nə deyir.
Split şeye çevirir də bunu STR düzdür. Dırnaqlar əlavə Bəli. ediyor və çevirdi STR. Yəni siyahıya. STR'dən keçirdi siyahıya. Saydı 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə. 9 dəfə davam edir. X bərabərdir A-İyə. Yəni A-nın sıfırıncı elementi. A-nın sıfırıncı elementi də nə verəcək? X bərabərdir bizə 1A. Düzdür, gənclər? Bəli. 1A-nı götürdük. Bunun üzərində biz bu funksiyanın nə iş gördüyünü görəcək. Dəqiq 10 dəfə girib çıxmayacaq. Len X çıxılsın 1. Len A-nı saymır. Bayaqların izah eləyəndə A-nı sayırdıq. Cavabı alamırdik. Görmürük çünki. Baxmaq lazım. Len X-i sayır. X buradadır. 1, 2. 2-dən birin çıxanı nə qaldı? 1. Yəni bu deməkdir ki, ümumi saydan 1 çıxanda sonuncu elementi götürürük də, düzdür? Bəli. Ay sağ ol. Yəni sonuncu. X-in sonuncu elementi, yəni A-nı götürəcək burada. Yəni 1 eləyəcək, ümumiyyətlə çıxanda deyil. Deyir, X-in sıfırıncı elementi. X-in sıfırıncı elementi nədir biz daha aşağılar? 1. Deyir, biri kiçildəndə və yaxud da ki, böyüdəndə bir-birinə bərabərdir. Aşağılar, hərfləri kiçildib böyüdəndə bir-birinə bərabər olmur, düzdür? A-nı Sabit toplayalım. lower eləyirsən, böyük. Kiçik ya böyük aya bərabərdir. Bizdə belə bir şey var? Yoxdur. Xeyr. Ay sağ ol, yoxdur. Bizdə burada yalnız rəqəmləri böyüdüb kiçildəndə bir-birinə bərabər olacaqdır. Dəyişmir axı rəqəmlərin boyu, düzdürmü? Deməli, biz burada axtarırıq rəqəm. Özdə X-in hansı elementin sıfırıncı, birinci deməli, elementi nə olmalıdır? Rəqəm olmalıdır. X, S. Axı burada dedik ki, len aldı, saydan çıxdı birin, ümumi saydan. Yəni sonuncu elementi aldı axı. Sonuncu elementin deyir ki, lower eləyəndə, kiçik eləyəndə fərqlidirmi bunu böyük eləyəndə? Bunlar da fərqli nə vaxt olur? Hərf olanda fərqli olur da, düzdür? Bəli. Birinci elementi bizə rəqəm lazımdır. Sonuncu elementi nə olmalıdır? Hərf olmalı. Hərf olanda onları sayacaq. Gedirəm bura baxıram. Birinci elementi rəqəm, sonuncu elementi hərf olan. 1A burada işləyəcək. Birinci rəqəm, sonuncu hərf. Birinci rəqəm, sonuncu hərf. 2B-də işləyəcək. Sonra 1B-də. Bir də 1B-də işləyəcək. Qutardı. Sayacaq bunu 3 dənə olacaq. Anlaşa bildik? Üstünə də 1 gəlməkdir. Aha. 3 dənə üstündə 1, 4 yazmırıq biz. Haycan? Ən axırda n bərabərdir, n plus 1 deyil. 3 dənə Harda? sayandan sonra üstünə də 1 gəlmirik. Hardadır qızım bu? Elə hər dəfə şeydir. En sıfırdan başlayıb, printdə də en verib. Hamı sərbəst operator. Neçə dənə sətrim var? 1 tane, 2 tane, 3 tane. Sətirlər alt-alta yazılır. Düzdür? Variantlar getdi. Bəli. Ad, boşluq, soyad, boşluq, sinif, boşluq. Deməli, bax belə 3 dənə sətrin olacaq. 2 dənə sütunun olacaq. Amma ikincisi boş olacaq. Amma burada baxın neçə dənəsi boşdur? 2 dənəsi boşdur. Cavab olacaq D variantı. Çünki burada bir tanesi boşdur. Bu da qəşəng maraqlı sualdır. Diqqət eləsəz, bizi burada bu il nə ilə çaşdıracaqlar? Normalda öyrənmişik budur da. Deyirik ki, i 0 və 9 arasında yerləşirsə, deməli i rəqəmdir. Ya da bunu əndlə yazırıq da. Biz daha çox əndlə yazırıq bu yazılışdansa. Ki gözümüz öyrənişsin, imtahanda ənd belə daha çox düşür də bizi fikrimizi qarışdırmaq üçün. Düzdürmü? Bax, diqqət eləsəz, bayaqlarım birbaşa rəqəm yox. Gör necə yazıblar hər rəqəmi, necə veriblər. Hərfləri bir-birindən fərqli etmək. Sonra bayaq burada da bir sual var ya, geri qayıtmıram. Burada nə deyir? Normalda bu bizə rəqəm verir ki, rəqəmlər. Amma nə deyir? Deyir 0-dan kiçik olsun, 9-dan böyük olsun. Yəni rəqəm olmasın. Düzdür? Bəli. Rəqəm olmasın. Əgər rəqəm deyilsə, onu nə ilə əvəz elə? Boşluqla. Hər dəfə gedəcək. Rəqəm olmayanları nə edəcək? Boşluqla əvəz edəcək. Elə ki, INF boşluq 2, A-lar boşluq 22, 8, 12. Sonra da split verəcək, bunları alt-alta çəp eləyəcək rəqəmləri. Oldu mu? Bəli.
27-yə qədər gəlib dayanacam. 25 ilə 27-dəki rahat suallardır. İzah eləmək fikirləşmirəm. Səhv yazmısan vidan olar. Yox, mən Tamam. Bunlar rahat suallardır. Sizə vaxt verdiyimdən daha çox izah edirəm. Neyse. Keçirik biraz. Zaman bərabərdir. 5 megabaytı neçə saniyə ötürür onu axtardım. 5 megabayt bölünsün 223 bit. 5'i vururam 223'ə, bölürəm 223'ə, qalır neçə? 223'dür, yoxsa 22'dir bu? Görmürəm ki. 22 deyib uşaqlar. Sorry. 22'yə, qaldı burada 10 saniyə. 22'yə. 10 saniyə. Bu cepdə. Sonra deyir ki, bu sənəddəki 5'də 3 hissəsini silinib. 5 megabaytın 5'də 3'ünü siləndə qalır 5'də 2'si də düzdür. Bu da qalır 2 megabayt. Bir bu 2 megabaytın üzərinə nə gəlib? Şəkil gəlib 2 dənə. 2 üstü 7 vurulsun, 2 üstü 10 vurulsun, 8 bit. Elə bitlə də saxlayacağım, belə baxıram. Və yaradılmış 2 təsvir vurulsun 2 dənə, 2'yə. Neçə bit eləyəcək? 17, 21. Düzdür? Şəkil hazır. Hər sətirdə Unicode-da kodlaşdırın. Buraları bitlə yazıram deyən, Unicode-da bitlə. Unicode-da neçə bit eləyəcək? Unicode özü neçə bitdir? 16 bit. 2 baytı bitə çevirdim də uşaqlar. bəli. 16 bit ona görə yazdım. Yəni ağlınız qarışmaz. 64 dənə simvolu var. 64 dənə sətri var. 4 dənə səhifəsi var. Bu da eləyəcək neçə bit? 12 12 ilə 2, 14. 14 ilə 4-də neçə eləyəcək? 18. 218 bit. Bunları, bax, bunları 2 megabaytın üzərinə gəlib. Ben bunları da megabayta çevirmirəm. Megabayta çevirəndə nəsə bir şey alınmır deyəsən. Bizi indicə, nəsə, incidəcək sözləri deyəmiyorum. 2 megabaytda bitə çevirirəm. 224 bit eləyir. Üstə gəlmişsin 221 bit. Üstə gəlmişsin 218 bit. Bölürəm. 218. Bunu siz mörtəzə xaricinə də çıxarıb yaza bilərsiniz. Mən istəyirəm birbaşa yazam. 24'ü bölüm 18'e neçə qalacaq? 24'dən 18'in çıxan hissəsi qalır. 6. 64. Üstə gəlsin. 21'dən 18'in çıxanda 3. 3, 8. Üstə gəlinsin. 18'də 18'e böləndə 1. Bu neçə verəcək bizə? 75. 5. 3. Dəqiq. 73 saniyədə. Bizdən də ikisini bir yerdə soruşurdu. Yəni 10 ilə 73'ü toplayıram, edir 83 saniyə. Burada 218'i mürtəzə xaricinə də çıxara bilərdiniz. Yəni ümumi rezi qaydaya əməl etsəydik 218 neçə qalacaq burada? 206 düzdür. Üstə gəlsin 2 üstü 3, üstə gəlsin 1. Belə bir şey olacaq da düzdür. Böl 218, 18'e qısa gedəcəkdi, yenə eyni şey olacaq. Tamam mı? Sonra demin ki, mənim hardan alırız? 24. 24 də rahat sualdır. Bir dənə çaşdırıcı məqamı var. Prostur. Azərbaycan dilində prosto söz yoxdur. Sadəcə. Və nəfəs almaşıqlar. Sudadım. Sabah dərsimiz var, hə? Sabah sizə. Sabah yemin edim sınav kitabını işlədəcəm sizə. Sınav 15'ində suallarınıza onun içərisində baxacağım. Sınav 15'in nəzəriyyə sualları qalmışdı da, düzdür?
Yazmısınız da yəqin sınav 15-i. Hə, Fidan, sən 10 sinifsən də. Sən istirahət edirsən. Hə, tamam, narahatam. X2, Y2 toplayana neçə elədi? 4. X4 oldu. Bax, X4 və 2 ilə qalxıram yuxarı F1-də. X-in qiyməti 4-dür, Y-in qiyməti 2-dir. Y-in üstünə 2 gəldi, elədi 4. Y bərabər X ilə Y-i topladı. 4 ilə də 2-ni topladı 6. Printdə X-dən, yəni 4-dən çıxırıq. A funksiyası var. YX 6 və 4. Amma yadınızda saxlayın, bu lokal dəyişənlər. Bu bura gələndə siz X-i gətirib birinci yerə qoymursunuz. Birinci həmişə birinci yerdə olur, ikinci də ikinci yerdə. Yəni olacaq A 6, 4 ilə biz bura giriş edəcəyik. Anlaşa bildik? Çıx Fidan. Anlaşa bildik? Vallahi. X bərabər Y çıxılsın X. 6-dan 4 çıxanlı 2. Y bərabərdir. Daha doğrusu, sorry. 4-dən 6 çıxan neçəsi qalır? Mənfi 2 qalır. Y üstə gəlinsin 1. Bu da elədi neçə? 5. 5 ilə də mənfi 2-ni toplayanda bizə nə verəcək? Retron burada bizə nə qaytaracaq? 3. Özümə cavab verin. Bura oldu 3. 4-dən 3 çıxanda qaldı 1. Afərin bizə. Afərin mənə. Hamısı yatıb. 25 rahatdır. Fikirləşirəm ki, diapazon köçürməyi bilirsiniz. Da bilmirsinizsə biz nədir? 27 də rahatdır. 26-nı da eləyirəm. Stop deyirəm. Onlar da səhv yazırsınızsa. Biz burada nə iş yapıyoruz? Birinci say sistemini tapıram. 19 bölünsün 2n. Hər tərəfi 2-yə böləndə neçə düşəcək? 19-u 2-yə böləndə. 18-i 2-yə böləm. 9,5. Burada n oldu. 9,5. Onda deməli bir söhbət 9-luq say sistemindən gedir. 9-luq say sistemi. Deyir ki, A, B, C, D 4 dənə hərf olmalıdır. Cəmliyəndə 19 olmalıdır və ən kiçik ədəd olmalı. 9-luq say sistemində ən kiçik ədəd. Ən kiçik ədəd 0-la başlaya bilmədiyimə görə 1 ilə başlayıram. Və 3 dənəsində də cüt ədəd olmalıdır. 3 dənəsində cüt olmalıdır. 0 qoyub ora 19 almalıyam əcəlində. Bundan sonra 0 yazsam heç bir şey yaza bilmirəm. Ən böyük cüt ədəd 8. Ən böyük cüt ədədlərin birini bura yazaram 8. 9, 10. 10 almaq üçün burada nə yaza bilərəm? Heç nə 8 və 2 yaza bilərəm. Başqa heç. 1288 elə oldu ən kiçik ədədimiz. Belə. Gənclər. Bunun 30-cu sualına da baxaq. Çox qəşəngdir 30-cu sual. Ona görə ona baxıram. Açıq sualları sonra ayrıca çəkib atarım. Gör necə möhtəşəm sualdır da. Özü verir də bizə. Kaş qəbula da belə düşəydi. Bir n bərabərdir, n-i daxil elə. N-i daxil etdiyi, nə gözəl. Daxil etdiyi ədədi 3-ə bölünürsə, addım sayda lazımdır. K bərabərdir 0. Daxil etdiyim ədəd aşağıda 1-ə çevrilənə qədər. Hə. While nə qədər ki, mənim daxil etdiyim ədəd 1-dən fərqlidir, geçsin, düşsün aşağı. If daxil etdiyim ədədi 3-ə bölünəndə qalıq 0-a bərabərdirsə, n bərabərdir n tam bölmə 3. Əgər daxil etdiyim ədəd 2-yə bölünürsə, bölmə qəşəngdir. 2-yə bölünürsə, n bərabərdir n tam bölmə 2. Əks halda özü yazıb, yazıq özü yazıb ki, siz deyir götürün yazın, 6 bal sizə hədiyyə edir. N bərabərdir, n çıxılsın 1, özü yazıb. Bir şərt ödəsə də ödəməsə bu addım saylarını qeyd edir. Addımda K götürmüşdü yaxın. Sərbəst operator plus 1 çapada verəcək addımı bitmir. Belə. Bunu stop edirəm. Əslində 28-də çox rahat sual idi. O yazıq özü orada deyir.